Salam əziz, dəyərli izləyicilər. Bugün sizə balıqlar bürcünü təqdim edirəm əzizlərim. Əziz, gözəl, minnəcik balıqlar. Siz nələrdən keçdiniz əzizlərim? Çox əziyyət çəkdiniz, çox çətinliklərdən keçdiniz. Bax, bu həftə siz balıqlar üçün ruhani bir oyanış, daxili səssiz üsyan, gözlənilməz bir dəyişikliklərin xəbərçisi olacaq. Hisslərin dərinləşir, bəziləri səni anlaya bilmir əzizim. Amma sən artıq özünü daha da yaxşı anlayacaqsan. Yəni, anlayan anlasın məni. Artıq çox yoruldum deyəcəksiniz. Yəni, yorğunluq var sizdə. Bu həftə sən susduqca daha çox şey deyirsən. Gözlərin danışacaq, baxışların bir çox şey açığa çıxara biləcək. İnsanlar səni yumuşaq, anlayışlı, sakit bilirlər. Amma bu həftə içindəki güclü mən deyərək oyandıqca ətrafını təəccübləndirəcəksən əzizim. Sənin üçün bu həftə keçmişlə üzləşmək, gələcəklə bağlı qərarlar vermək, özünə qarşı dürüst olmaq bir həftəsidir. Yəni, yoruldun əlbəttə, siz də qalxırsınız. Neyəsən? Könlün elə bir uzun müddətdir, elə bir boş deyil. İçində elə bir ki, biriləri getmiş onu düşünürsən. Sən hələ zehnində, beynində, könlündən onu buraxa bilməmsən. Amma bu həftə yollar ayrılmaq ya da ruhlar barışmaq üçün son bir fürsət girir həyatınıza. Qəlbini çalış yormayın. Bir tanışlıq gözlənilməz şəkildə sənin həyatına girə biləcək. Bu tanışlıq ruhuna dərman ya da bir dərs olacaq sənə. Ya uzun müddətdir, əgər partnyorunuz varsa, münasibətiniz varsa, biraz narazılıqlar var idisə, bu həftə partnyorunla dərin və həssas bir danışıqlıq baş tuta biləcək. Yəni, davam etməliyik ya yox? Sualı sizin gündəminizdə olacaq. Amma bu qərar sənin emosiyalarınla deyil, daxili həqiqətini dinləməyinlə veriləcək. Ailə daxilində bir məsələ. Yəni, bir məsələ ilə bağlı özünü tək hiss edə bilərsən. Sanki səni anlamırlar, elə hiss eləyəcəksən və içindən biraz sıxılacaqsan. Amma ailə içindən səni anlayan biriləri ilə səmimi söhbət çox şey dəyişə bilər. Amma ehtiyatlı ol. Ailə içində sənin səmimiyyətindən istifadə etməyə çalışan biriləri var. Nə olsun ki, ailədə, amma ailənin içindədir. Görürsünüz, sizin səmimiyyətinizdən istifadə etmək istəyir. Ailənlə aranızda bir məsafə varsa, bu həftə sənin yumuşaq enerjin, bu boşluqla doldura bilərsən. Qonşularınla və ya yaxın çevrənlə bağlı biraz ehtiyatlı ol. Qonşu tərəfdən də dedikodu eləyən var, sənin ayağını çəkmək istəyən var, təmiz niyyəti olmayan var. Bax, yaxşı niyyətli biri, yəni sən onu yaxşı niyyətli bilirsən, amma yaxşı niyyətli deyil. Yaxşı niyyətli olan biri ya qonşudandır, ya yaxın çevrəndəndir. Sənin haqqında başqalarına yanlış məlumat verə biləcək. Əziz balıqlar, siz hər şeyi həssas yanaşırsınız. Bu da bəzən iş həyatında səni yorur. Amma bu həftə iş həyatında intuisiyanın uğurlu nəticələrə səbəb olacağı bir dövr başlayır. Üst təbəqədə, məsələn, rəhbərlə və ya yuxarı mövqedə olan biri ilə söhbət gündəminizdə ola biləcək. Əgər sən öz biznesindən ya ticarətinlə məşğulsansa, bu həftə reklam, müştəri ya da kreativ yanaşma ilə bağlı ideyalarla uğur qazana biləcəksiniz. Bu da bəzilərini sizə qarşı lap biraz da qısqandıracaq. Bəzən sən görünməyə qorxursan. Yəni, bəzi artıq insanların üzündən qaçırsanmı, artıq sənin haqqında məlumat mı bilməsinlər. Amma bu həftə sənin görünməyin lazımdır deyərdim. Yoxsa sən başqası təqlid edib ona keçə bilər. Bu həftə pul məsələlərində zəhmətinin qarşılığını alma dönəmi başlayır, lakin ani emosiyalara edilən xərclər sonradan peşmanlıq yaradacaq. Əgər sən kiməsə borc vermisənsə, geri qaytarılması ilə bağlı bir xəbər ala bilərsən.
Bax, gəlir artımı və ya əlavə qazanc şansı var, amma sən yaxın biri bu şansı görməyini istəməyə bilər. Yəni şans gəlir sənə tərəf, amma görürsüz, sizdən qaçırtmaq istəyirlər bu şansı. Biraz diqqətli olun, ayıq olun. Maddi qərarlarında kimsəyə deyil, öz analizinə etibar et. Heç kəsə güvənmə, öz işini heç kimə tapşırma. Bir təklif varsa sənə nə qazandırdığını deyil, nə apardığını da düşün. Yəni biraz gələn təkliflərə də biraz araşdır. Bu həftə bəziləri sənin səssiz gücündən qorxacaq. Ona görə sənə yaxınlaşıb içini öyrənmək istəyəcəklər. Bic-bic, tülkü-tülkü, hiyləgərcəsinə. Biraz diqqətli ol. Suallar verən hər kəsə maraqlı deyil. Bəziləri informasiya toplayır sizdən. Bir qadın fiquru qohumdur, dostdur, qonşudur, ya yoldaşdır. Səninlə gizli rəqabətdədir. Səni izləyir, səni təqlid edir. Amma dərin içində sənə qibtə də edir, paxıllıq da edir. Əgər sən bu enerjini hiss etdinsə, o mühitdən uzaqlaş, çalış. Tamamilə uzaqlaş. Biraz siz balıqlar bu həftə, yəni bürcünüzlə əlaqəlidirmi, ya kainatla əlaqəli, yəni bu həftə emosional bir yüklənmə, ürək döyüntüsü, zehin qarşılıqlı yaşaması mümkündür sizlər üçün. Duyğularına dalma. Amma onlardan da qaçma. Sakitlik sənin üçün tək qalmaqdan deyil, başqalarının arasında və öz səsini eşitməkdədir. Yəni öz səsinə qulaq asmaq istəyirsən, çoxunla ünsiyyətləmək istəmirsən. Çalış meditasiya, dualar et, təbiətdə gəz, çimərliklərə get, duş al. Yəni dənizə baxmaq sənə dərin şəfa verə biləcək. Qəlbin yorulubsa bu həftə onu sakitləşdirəcəksən. Mütləq özünə vaxt ayır əzizim. Özünə vaxt ayırmırsan çox vaxt. Şəfqətini qoruyacaqsan, mərhəmətin üzündən çox vaxt nə olursa başınıza mərhəmətinizin üzündən gəlir. Yəni özünü fəda edərək, fəda etmək bəhanəsi ilə başqalarını qurtarmağa çalışma. Sənin də bir canın var əzizim. O can Allaha əmanət edilir. Çünki öz acını çox vaxt anlatmırsan. Çevrən genişdir. Artıq bilirsiniz necə? Nə zaman durmaq, nə zaman getmək, nə zaman oturmaq, nə zaman mərhəmət etməyi öyrəndiniz, yavaş-yavaş əleydən keçirirsiniz. Tez-tez bu zikirləri deyin əzizim, siz balıqlar. Yəni bu zikirləri ey Rəhman, ey Rəhman, ey Rahim, ey Rəhman, ey Rahim, ey Rəhman, ey Rahim əsmalarını tez-tez deyin. Elə bir ətrafınızda bir şeytan dolaşır, bir hiləgər dolaşır. Çalış haqqını tələb et. Bəzi insanlara məsafə ayıracaqsınız. İşləriniz çox ola biləcək, hərəkətdə cavabdehliyiniz çox ola biləcək, bəzinizin maaş artımı ola biləcək, çox söhbətlər, məsləhətlər verə bilərsiniz insanlara. Öz biliyinlə, bacarığınla çox şeylər qazana biləcəksiniz. Sağlıq, xroniki xəstəliyi varsa özünüzə fikir verin. Yavaş-yavaş sağlığınız yaxşıya doğru gedəcək, amma qaçaqovda olacaqsınız. Bəziniz bir kurs müalicə ala biləcəksiniz. Sizin bacarığınıza görə sizə qiymət verənlər ola biləcək, yüksəlişə doğru gedəcəksiniz. Əgər torpağınız varsa da, məhsul əkmisinizsə, yəni torpaqla məşğulsunuzsa, məhsulunuzda artım ola biləcək. Amma sizə yaxın torpaqda olan ya qonşudur, tanışdır, sizə çox paxıllıq edir, sizə çox qibtə edir. Sizin batmağınızı da hətta istəyirlər. İki yolun, iki işin ola bilər. Qoç, şir, ox atan bürcü, sevgi həyatınıza gələ bilər. Və ya bir qadınla biraz əlaqəli narahatçılıq ola bilər. Həkim müraciəti ola bilər. Sevinciləriniz var, barışıqlar ola biləcək, anlaşmamazlıqlar gedəcək. Qız, oğlaq, buğa bürcünə ciddi bir söhbətiniz ola biləcək əzizlərim. Xəyal etdiyin bəzi işlər şəkilləndirmək istəyəcəksiniz. Yəni hərdən deyəcəksiniz, görəsən mən düşündüyüm kimi məni düşünən varmı? Mən bacaracam, özünüzə güvənəcəksiniz. Enişli çıxışlı yollardan çıxa-çıxa bu vəziyyətə gəldiniz. Dərd etməyin, şans evinizə gəlir. Hobbilərinizə, sənətə, məsləki halına gətirə biləcəksiniz. Övladın evləndirməyə razılığını alacaqsınız. Xəyallar arxasınca gedə bilərsiniz.
Qarşı tərəflə ortaya bir sinir qoyacaqsınız. Partnyorun sənə qarşı əsəbi ola bilər və siz əsəbləşə bilərsiniz. Problemlər çıxa bilər, ortaya bilər. Bir sinir məsafəsi var aranızda. Dəstək ola biləcəksiniz. Biriləri sizin gözünüzü açacaq. Partnyoruna dəstək ola bilərsən. Qısqanclıqlar çoxdur sizə qarşı. Siz oyunu da oynasaz, kimə nə demək istəyirsinizsə açıq oynayırsınız. Heç kəsin arxasınca deyil, şıp üzünəcə düz deyirsiniz. Bir gizli sevgi var. Bu sevgidən də yorula bilərsiniz. Bəzi insanlar baxırsınız ki, çox acımasızdır. Sən anlamaq istəyirsən. Amma anlamayanlar var. Tək olar ki, iç səsinə qulaq asacaqsan. Öz iç səsini daha yaxşı eşidəcəksən. Özünüz bu həftə o qədər sevinəcəksiniz ki, ay Allah, nə yaxşı ki, mən Rəbbimə yaxınam. Özümü Rəbbimə yaxın hiss edirəm. Yəni, dualar oxuyaraq, kitablar mütaliə eləyərək bəziləriniz. Bir balığın baxışından, inanın siz balığın, bax siz balıqlar, bir baxışdan səhifələri oxuya bilirsiniz. Bir yuxu görsünüz, bir yuxudan illərin sirrini ortaya çıxara bilərsiniz. Yəni, o cür bacarığınız var, əzizim. Təqaüdə mi çıxmaq istəyən var, sənət işlərinizi həll edəcəksiniz, ya diş həkiminə gedib dişinizi müalicə etdirmək istəyəcəksiniz. Kimsə səssiz, elə bir səssizliyinizə yəni paxıllıq edə biləcək, hətta səssizliyinizə paxıllıq edənlər var. Biriləri sizdən sir almağa çalışacaq. Çalışın, hissiyatınızla cavab verin. Maliyyə ilə bağlı sənə zərər verə biləcək bir təklif gələcək sənə. Yox deməyi bacar, əzizim. Bir araşdır, bax, o dəqiqə güvənmə, allanma ola bilər. Emosiyalarına yenilənmə. Qərarlarınla, sakitliklə qərar ver. Ailədə bir söz sənin üzərində yüklənməyə səbəb ola bilər. Biraz bəzi insanlara, hətta ailədə də olar deyərdim ki, biraz məsafə saxla. Qorxduğun şey sənə dərs verməyə gəlmiş elə bir. Bax, qorxduğun şeylər var ki, o sənə dərs verə biləcək. Bəzi çətinliklər bu həftə qorxulu görünə bilər sizə, amma onların arxasında çox böyük bir ruhani artım, daxili güc, səbir dayanır, əzizim. Həyat səni sınamır, səni oyadır, yəni oyan ginə. Əgər sən bu həftə birini buraxmaq məcburiyyətində qalsan, bu sənin üçün bir itki deyil. Bir azadlıqdır, əzizim. Onun dərdini çəkmə. Əgər sən bir addım atmağa qərar verirsənsə, bu risk deyil. Bu sənin hissiyatınla açıq yolundur. Bax, bu həftə biraz hərəkətdə olacaqsınız. Maşınınız varsa, maşınla yola çıxacaqsınız. Bəlkə də turizmdə işləyirsinizsə də öz maşınınızla biraz maşınınızın üzərindən pul qoya biləcəksiniz. Borc verdiyin insanlar var ki, onu ala bilmirsiniz. Dilinlə də deyirsən, ala bilmirsiniz. İnanın ki, verdiyiniz borclar da elə bilirlər ki, varındır, heç belə boş pulu ola pulunuzu vermək istəməyənlər var. Ona görə özünüzə 1000 dəfə söz verirsiniz ki, artıq heç kəsə borc verməyəcəm, amma yenə də öz ürəyinizlə, mərhəmətinizlə bacarmayaraq verirsiniz, əzizim. Övladından qürur duyacaqsan, övladınla əlaqəli dəstək alacaqsan övladından, övladıva və ya dəstəyiniz ola biləcək. Xəstəxana yolunuz var, ola bilər təqaüdə çıxmaq üçün ya pensiyaya çıxmaq üçün, əzizim, xəstəxanada yatmalı olacaqsınız. Arayış mı, sənət mi tələb edirlər sizdən? Ona görə xəstəxanada yatmaq üçün elə bir o təqaüd sənədlərinizi düzəltmək üçün hərəkətdə olacaqsınız. Çox yorulmuşsunuz. Böyük bir itkiniz keçmişdə olmuş. Hərdən onu çox fikirləşirsiniz, dərd edirsiniz. İçinizin yarası bağlanmış, amma elə bilirlər ki, yəni ətraf yaran yoxdur orada. Amma o yaran hissə hərdən qopur. Fikirləşirsiniz, düşünürsünüz, keçmişi unuda bilmirsiniz. Etdiyin səhvləri, kaşkiləriniz var. Bunları hamısını yavaş-yavaş geridə qoyacaqsınız, əzizim. Özünüz üçün bir yenilik eləmək istəyirsiniz ki, gələcəklə əlaqəli gəliriniz olsun, bir iş qurmaq istəyəcəksiniz. Çox gözəl gəlir qursanız, əzizlərim. Diqqətinizə görə var olun, sağ olun, dəstəyinizə görə çox sağ olun.